mütləq şəkildə bundan sonra rotasiyalar olacaq. Bundan sonra artıq bundan sonraki müddət bizim üçün Avrokuboka hazırlıq olacaq. Daha çox az oynayan futbolçulara şans verəcək. Çox yorulanları biraz dinləndirəcək və rahatlıqla Avrokubok plan proqramını eləyə biləcək. Sadəcə olaraq aydın məsələdir ki, birinci mərhələdən başlayır, yoxsa ikinci mərhələdən başlayır. O artıq kubokun finalından asılıdır. Ya biz, ya Sabah komandası Avroliqə, biz konferans və yaxud Avrolig hər iki tərəfə uğurlar arzulayıram. Düşünürəm ki, hər iki komanda Avroliqdə ölkəmizi təmsil etməyə layiqdir. Xeyrisi Allahdan. Xeyrisi Allahdan. Bizim üçün ən vacib olan mənim üçün şəxsən ikincilikdir. Qarabağ kimi bir komandanın çempionatda, olan bir çempionatda 2 il üst-üstə ondan sonra ikinci yer tutmaq olduqca vacibdir. Çox ciddi rəqiblərimiz vardı, çox ciddi rəqabət getdi. Şükürlər olsun Allaha, qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan bir komandadır ki, sona üstün qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Yenə deyirəm, yəni futbolçularımı ürəkdən təbrik edirəm. İkincilik bizim üçün bu il önəmlidir. Tutmaya da bilər, üçüncülük də uğur idi bizim üçün. 4-cü yer tutulur, Kuboku da gedə bilərdi, Kuboku da qazana bilərdi. Amma ikinciliyin dadı bir başqadır. Təbii ki, Rəmzi ondan sonra Martda Kırgızistan oyun grafikini öyrənmirəm. Yer baxımından demək var mı ki, əsas olan şey Güzgənlər yol əlimizin altında olan heyət? Əlimizin altında olan heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki biz əvvəldən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçuya hər hansı bir təklif olar, daha ciddi çempionatlardan daha ciddi təkliflər olar. Ola bilsin, elə bir ayrılıqlar olsun, amma ümumən kollektivi qoruyub saxlaya biləcək. Çünki hər bir futbolçunun müqaviləsi var. Rəşad bəy, Qarabağ Sabahı finalda məğlub etsə, Avropa Liqasında zirə yarışacaq mübarizə var. Ne istərdin? Xeyrisi. Mən hər zaman xeyrisini istəmişəm. Yenə də xeyrisini istəyirəm. Təbii olaraq hər bir klub Avroligdə oynamaq istər. Nəyə görə? Ən azı bir məğlubiyyət imkanım var. Amma ümumən götürsən, biz bilmirik harada bizə hansı rəqib çıxacaq qarşımıza, konferansda yoxsa Avroligdə daha ciddi, daha uyğun. O yüzden de Allah'tan xeyrisini istəyirəm.